xeyirli dostların yanında daim mələklər əhatə eləyir. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur: bir qövm Allahı zikr eləyərsə, Quranı öyrədərlərsə, sükunət nazil olunlara, rəhmət onları bürüyər, mələklər qanadları altına alar və Allah onları öz yanındakilərin yanında tərifləyər. Yəni Allah səni xeyirli mələklərin yanında səni tərifləyir, sənin adını çəkir. Bu da xeyir məclislərinin faydasıdır. Və sən də bu xeyir məclislərindən ən azı gözəl əxlaq götürəcəksən. Ən azı bir ayə götürəcəksən. Ən azı bir hədis götürəcəksən. Onu da tətbiq eləməyə, dəvət eləməyə, yaymağa çalışacaqsan. Peyğəmbər sallallahu əleyhi və səlləm də hədisində buyurur ki: "Əddəllu aləl xeyri kəfa'ili." Xeyrə yönəltən onu edən kimidir. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisində gəlir: Allah o kəsin üzünü nurlandırsın ki, o məndən bir söz eşidər və onu eşitdiyi kimi qoruyar və insanlara çatdırar. Ola bilsin ki, onu eşidən düzgün başa düşməsin. Ola bilsin ondan eşidənlər o hədisi doğru başa düşsünlər. Yəni hədis eşitdiniz, bir xeyirli söz eşitdiniz. Ola bilsin sən ondan faydalana bilməzsən, harası tətbiq edə bilməzsən. Amma hədisi danış, insanlara bu xeyri danış. Bəlkə başqası əməl etdi. Sən ona əməl etməsən belə. Ona görə alimlər bu hədisin şərhində buyurur ki, elm əhlinin hər birinin bu nurdan payı var. Çünki onlar Allah Rəsulunun, Allahın və Rəsulunun dinini yayırlar. Allah və Rəsulunun ayələrin, hədislərin insanlara çatdırırlar. Ola bilsin nöqsanı olsun, ola bilsin hansısa bir hədisə əməl eləməyə bilsin, amma onun insanlara çatdırdığına görə bu hədisdə olan nurdan onun da payı var.